Ey uca Allah'ım Rahman-ı Rahim. Ey uca Allah'ım Rahman-ı Rahim, bizlere şamildir lütfü keremin. Ruhları nurlandır ey ul Rabbim, gençler kudretinden olsunlar emin. Allah bu gençleri Mevla eşkine koyma, zalim şeytan yoldan çıkarsın. Bağışla peygamber öz Habibine, bi hakkı Mustafa Muhammed Amin. Ulu Tanrım, İmam Hüseyin eşkine götürme bizlerden hoş nəzərini. Gətir hərəminə, rıza evinə, koyma düşsün onlar xab-ı qəflətə. İmamət eşqi onlara əta eylə. Həzrət Fatimənin pak övladların, İmam-ı Zaman Həzrət Məhdi eşqinə bağışla bizləri Ali Heydərə. Rabbim Ruhul Əmin İsa anası Məryəm təqvasını ver Fəridəyə. Oğlu Yaşar qızı haqq yola gətir, nümunə etkinən bizim gənclərə. Təbrizdə Muhammed Rıza Ağay Yaqubi Allah qüdrəti ilə qoy faydalansın. Ağa Müslihi Tək, Ağa Səmavi Xaliq xisləti ilə kamala çalsın. Məşəddə Seyyid Ağa bir də Bəxtiyar Cami-i Sadiqi tələbələri ilə, Allah dostu Əmin Qafar Əli ilə Altay qardaşları vüsala çalsın. Bunda Ağa Əqiqi Bəxşəyişi oğlu qüdrətinin pak imanı ilə təkamülə yetsin zürriyyətləri, təkamülə gedən zürriyyətləri Allah eşqi təşəkkülə aparsın. Seyyid Cavad Ağa, Ağa Fazil övladı, Hacı Yusif Ağa Hüseynzadəyə, Danışgah-ı Fazil Lənkəranidə Allah kərəmindən feyziyab olsun. Ağa Sistaninin danışgahında Şəhristanı Ağa qüdrətə çatsın. İlahi bir eşqin lütfü kərəmi ilə füqara yoxsullar dadına çatsın. Miradilin iltiması duası inşallah yetəcək ulu Rəbbinə. İraqda İmam Hüseyin Kərbəlası qismət olar imam aşiqlərinə. Və rəhmətullahi və bərəkatuhu.